Bura paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən əhali arasında xəyal bazarı kimi tanınan və insanların gündəlik alış-veriş etdiyi məkandır. İlk baxışda piştaxtalarda səliqə ilə düzülmüş meyvə və tərəvəzləri gördükdə bazarlar üçün müəyyən olunmuş norma və qaydaların pozulmadığı düşünülür. Əslində isə vəziyyət göründüyündən tamamilə fərqlidir. Bu şəkildə satışı həyata keçirilir. Məhsulun hardan gəldiyi, hara aparıldığı barədə məlumat sahibkar tərəfindən verilmiş. Məhsullar qoyğuzda saxlanılmalıdır, amma hal-hazırda sizdə 8.6 dərəcə Selsidə saxlanıldığı müşahidə edilir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı qanunsuz heyvan kəsimi faktları aşkarlanıb. Məlum olub ki, bir sıra sahibkarlıq subyektlərinin heyvan kəsiminin qanunvericiliyin tələblərinə zidd antisanitar şəraitdə həyata keçirilir. Yoxlama zamanı kəsim prosesinin baytarlıq nəzarətindən kənara aparıldığı, heyvanların sağlamlıq vəziyyəti ilə bağlı heç bir rəsmi sənədin mövcud olmadığı müəyyən olunub. Bu isə satışa çıxarılan ətin istehlakçılar üçün ciddi risk mənbəyi olması deməkdir. Yoxlama nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olmayan ət və ət məhsullarından, həmçinin subməhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Əlavə olaraq sahibkarlıq subyekti barəsində qanuna uyğun tədbirlər görülmüş, müəssisədə qanunsuz heyvan kəsimi fəaliyyəti məhdudlaşdırılmışdır. Həmçinin nəzarət tədbirləri çərçivəsində süd və süd məhsullarına, həmçinin turşu məhsullarına da baxış keçirilmişdir. Süd məhsullarının düzgün temperatur şəraitində saxlanılmaması, minimum keyfiyyət və təhlükəsizliyini təqdim edən sənədlərin mövcud olmaması faktları tərəfimizdən aşkar edilmişdir. Agentlik vətəndaşlara yalnız rəsmi kəsim məntəqələrində emal edilmiş baytarlıq sənədləri olan ət məhsullarını almağa çağırır. Qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu cür nəzarət tədbirləri davam etdiriləcək.